Kilosu 3 manat deyil, ədədi 3 manatlı kampaniya eləmişik. Xeyr, heç vaxt almaram. Ucuz da olsa, nə də olsa almaram, istəmirəm. Öz yerli malımız olsun, baha da olsa, ucuz da olsa onu alaram. Ölkədə ət və ət məhsullarının qiyməti günü-gündən artır. Daxili bazarda qiymət artımı təkcə mal və qoyun ətində deyil, toyuq məhsullarında da müşahidə olunur. Bu vəziyyət isə alıcının seçim imkanlarını məhdudlaşdırır. Nəticədə vətəndaşlar məcbur qalıb xaricdən gətirilən daha ucuz və mənşəyi dəqiq bilinməyən toyuq məhsullarına üst tutur. Ölkəmizdə yetişdirilən kənd toyuğunun qiyməti 15-16 manat olduğu halda, xaricdən gətirilən yol xərci və digər rüsumlarla ölkəyə daxil olan toyuqlar 3-4 manata təklif olunur. Xaricdən toyuq gətirirlər, satırlar. Dənəsi 3 manata, yəni buzlu formada gətirirlər, satırlar. Alarsınız? Xeyr, heç vaxt almaram. Çünki öz təsərrüfatımızda nə olub ki bizim? Qəşəng mal, toyuq, hər bir şey öz təsərrüfatımızda var. Mən niyə öz malımı qoyub xaricdən mala? İnamım yoxdur. İndiki devirdə nəinki biraz inam o qədər qalmayıb ki, qalsın hələn biz xaricdən toyuq əti alaq, mal əti alaq. Mümkün deyil. Öz təsərrüfatımız gül kimidir. Ucuz da olsa, nə də olsa almaram, istəmirəm. Öz yerli malımız olsun, baha da olsa, ucuz da olsa onu alaram. Xeyr, almaram. Öz yerli məhsullarımız. Yəni ət də alırsınız, toyuq da alırsınız. Ət də alırıq, toyuq da alırıq, dırnaq da alırıq. Yəni razısınız keyfiyyətlə. Razıyıq, əlbəttə ki. Üstü öyle. Qiyməti də qane edir. Qiymət də qane edir, əlbəttə. Biri var gedəm 18 manat alam əti, bir də var 14 manat. Neçə müddətdə artıq buradan alırsınız? Olar valla bir 3-4 ay olar mən gəlib gedirəm. Toyuğun kilosu 3 manatdan başlayır da. Yəni bu hardan gəlir? Necə gətirirsiniz bunu? Kilosu 3 manat deyil, ədədi 3 manatlı kampaniya eləmişik. Əvvəl 3 ədədin 10 azeyini satırdıq. Hal-hazırda kampaniya eləmişik 1 ədədi 3 azeyinə. Deməli, çəkisi gəlir 800-850 qram. Mənfi 18 dondurucu tırlar vasitəsilə gəlir Azərbaycana. Belarusiyadan gəlir, Minskdən. 2-3 həftənin kəsimi olur. İndi qardaş çəkdi üstündəki tarixlərə də baxa bilərlər. Yəni 2-3 həftədən bir kəsilir, gəlir. 6-7 günə Minskdən bura gəlir. Gələndən sonra da qida təhlükəsizlik aktı, Qida Təhlükəsizlik Agentliyi tərəfindən veriləndən sonra sağlamlıq aktı satışa çıxarılır. Mövzu ilə bağlı Aktaya müraciət etdik. Bildirildi ki, ölkəyə idxal olunan və ya yerli istehsal edilən bütün qida məhsulları ciddi nəzarətdən keçirilir. Xüsusilə diri heyvanlar, ət və ət məhsulları yüksək riskli qrup hesab olunur və laborator analizlərdən sonra dövriyyəyə buraxılır. Məhsulların daşınması və satışında saxlanma şəraiti, temperatur rejimi və etiketlənmə kimi tələblərə ciddi şəkildə riayət olunmalıdır. İstehlakçılara tövsiyə olunur ki, məhsul alarkən satıcılardan müvafiq sənədləri tələb etsinlər. Qida təhlükəsizliyi ilə bağlı şübhələr yarandıqda Aktanın Minit Çağrı mərkəzinə və ya e-qidam mobil tətbiqi vasitəsilə məlumat vermək mümkündür deyə qurumdan bildirildi. Təəssüf ki, vətəndaş sağlamlıqla cib arasında seçim etməyə məcbur buraxılır.